Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlərim. Bildiyiniz kimi 7-ci sinif ədəbiyyat dərsliyində bəzi dəyişikliklər olunub, bəzi mövzular çıxarılıb, əvəzinə isə yeni mövzular salınıb və mən bugün sizə Abbasqulu Ağabakıxanovun Ümidin Boşa Çıxması mənzum hekayəsinin forma xüsusiyyətləri və məzmun xüsusiyyətləri haqqında danışacağam. 7-ci sinif köhnə ədəbiyyat dərsliyində Abbasqulu Ağabakıxanovun Hikmətin Fəziləti mənzum hekayəsi yer alırdı. İndi isə Ümidin Boşa Çıxması mənzum hekayəsini sizinlə birgə təhlil edəcəyik ki, sizin üçün qaranlıq qalan heç bir tərəf, cəhət olmasın. Qələmimizi tənzimlədik. İlk əvvəl qeyd edeyim ki, mənzum hekayənin məğzində dayanan ideya, yəni ki, bizə vermək istədiyi ideya ondan ibarət idi ki, insan tamahkar olmamalıdır, başqasının malına və imkanına göz dikməməli, əsassız ümidlərə bilavasitə qapılmamalıdır, yəni. Gəlin baxaq, nə deyir bizə? Burada bəzi sözlər var ki, o sözlərin də mənasını sizə açıqlayacağım ki, həmin sözlərin mənası nədir? İlk əvvəl uşaqlar üçün bunlar çətin gələ bilər anlaşılmaqda. Ümidin Boşa Çıxması ixtisarla verilmiş mənzum hekayədir, epik növdədir, qafiyə quruluşu demək A, B, B, C formasındadır, yəni məsnəvi şəklindədir. Və bir-bir misraları və beytləri oxuduqca mən bir-bir izahını sizə verəcəm və sizə aydın olacaq. İş bilən ağıllı qoca bir dehqan bir gecə söylədi belə bir dastan. Burada sizə dehqan sözü, yəni mənası anlaşılmayan söz kimi gələ bilər. Dehqan, kəndli, yəni torpaq, daha açıqlayıcı olsaq, torpaq sahibi mənasındadır burada. Və iş bilən ağıllı qoca bir kəndli deyir ki, bir gecə bir dastan söyləyir. Görək onun söylədiyi dastan necə dastandır? Ki, Həsən adında bir kəndli vardı, bağbanlıq edərək rahat yaşardı. Demək, bizə məlum olur ki, yəni surətin adı, obrazın adı Həsəndir. Bizə Həsən haqqında danışacaq və onun işi peşəsi nə idi? İşi bağbanlıq etmək idi. Və burada bizə vurğulayır ki, bağbanlıq edərək rahat yaşayardı. Və bu hissiyə də diqqət eləyin, yəni. Dünyanın qəmindən ürəyi azad, əkindən başqa şey eyləməzdi yad. Dünyanın qəmini ürəyinə salmazdı, heç nə fikirləşməzdi və əkindən başqa da bir şey yadına düşmürdü, yəni bu insanın. O məhsul alardı cüzi bir qədər, xərcinə çatardı güclə bir təhər. O məhsul alardı deyir, əkdiyi, yəni o torpaqdan, əkindən cüzi. Yəni cüzi sözünün də mənası az miqdarda mənasındadır, miqdarda kiçik. Kiçik. Aha. Xərcinə çatardı güclə bir təhər. Yəni o topladığı hansı ki əkin sahəsindən aldığı məhsul güclə, yəni xərcinə çatırdı. Xeyirxah bir qərib Həsəni gördü, ona çox qəribə bir toxum verdi. Demək, Həsəni görən qəribə bir xeyirxah idi. Daha doğrusu qəribə deməyə, qərib deyək, səhv oxudum. Xeyirxah idi və bir qərib idi ki, oranın adamı deyildi, ona qəribə bir toxum verir. Nə verir? Toxum verir. Aha. Həsən əkdi onu, çəkdi çox zəhmət, yetişdi bir neçə alma nəhayət. Demək, onun verdiyi toxum nə toxumuydu? Alma toxumuydu. Bax, bu da diqqət mərkəzimizdə qalır. Heç kəs belə alma görməmiş yəqin, onda ətri vardı gözəl güllərin. Demək, digər almalardan nə ilə fərqlənirdi? Bax, buna da diqqət edirik ki, onda ətri vardı gözəl güllərin. Yəni, gül kimi ətirli almalar idi, yəni. Digər almalardan fərqlənirdi. Bunu kim vermişdi? Həsənə xeyirxah bir qərib vermişdi. Həsən çox dəyərli, gördükcə barı, bilmədi nə etsin bu almaları. Aha, Həsən görür ki, çoxdur bar və bilmir ki, neynəsin bu almaları, hara yıxsın, neynəsin. Əqlinə gətirdi onun min xəyal, gah dedi, ver yesin qoy əhli əyal. Əql burada nədir uşaqlar? Əql ağıl, düşüncə mənasındadır. Ağıl, düşüncə. Yəni deyir ki, ağlına gəlir ki, əqlinə gəlir ki, min xəyal gəlir ağlına və deyir ki, onlardan biri də nə idi? Ver yesin qoy əhli əyal. Əhli əyal da burada ailə üzvü mənasındadır. Yəni ailə üzvləri yesin. Gah dedi, gəl göndər dosta ərmağan. Ərmağan sözü də burada görürsünüz ki, göyrəkdə verilmişdi sizə və ərmağan sözünün mənası hədiyyə mənasındadır. Hədiyyə, yadigar mənasındadır uşaqlar. Deyir ki, yəni gah da deyir ki, dosta ərmağan göndər, qalsınlar belə bir almaya heyran. Gah da pul qazanmaq gəldi niyyətə, dedi ki, sataram baha qiymətə. Demək, bunun versiyalarını biz nömrələyək. Birinci versiyada nə nəzərdə tutulur? Onun ağlına min xəyal gəlir və deyir ki, ver əhli əyal, ailə üzvləri yesin.
Sonra ikinci xəyal gəlir, deyir ki, gəl dosta göndər hədiyyə kimi və onlar da belə bir almaya heyran qalsınlar. Üçüncüdə isə gah da pul qazanmaq niyyətinə düşür ki, onu deyir sataram baha qiymətə. Axırda o gəldi belə qərara, artıq dördüncüdə belə bir qərara gəlir ki, layiqdir bu alma hökmdarlara. Demək ki, nə satmağı istəyir, nə ailə üzvlərinə yedizdirmək, nə dosta ərmağan yollamaq istəyir. Bundan sonra ancaq və ancaq hökmdara yollamaq istəyir bunu. Qəlbini bəzədi min rəngli xəyal, sudakı köpüklə coşdu ehtimal. Ehtimallar irəli sürür ki, özlüyündə görəsən mən bu almaları versəm, nə olar yəni? Şahın artıq qiymətləndirilməsini nəzərində tutur da, min xəyala düşür. Zənn etdi sevinər buna hökmdar, eyləyər ölkədə onu bəxtiyar. Aha, burada artıq tamahı güc gəlir və deyir ki, yəni buna hökmdar sevinərsə, məni də bəxtiyar eləyər, yəni dövlətdə. Bəxtiyar da burada xoşbəxt mənasındadır. Ola bilsin ki, kimsə bilməsin bu sözün mənası. Qeyd eləyim. Belə xoşümüdlə, yüksək xəyalla yönəldi şəhərə, gördü cəlalla. Yəni şəhərə gedib çatanda yüksək cəhcəlal görür. Şah çıxır səfərə, tələsik Həsən şaha təqdim etdi almaları şən. Yəni həmin yerə gedəndə, şəhərə gedəndə çatır görür ki, yüksək cəhcəlalla şah tələsik şəhərdən çıxır. Demək şah harasa gedirdi. Baş şah səfərə gedirdi. Özü də tələsik formada gedirdi. Həsən də bu almaları şən formada şaha təqdim eləyir. Şah fərman verdi, o sarayda qalsın, qaydan zaman bir mükafat alsın. Artıq burada şahın biz fərmanını görürük. Nə fərman verir? Onun sarayda qalmağını əmr eləyir ki, qaydanda onun mükafatını ona təqdim eləsin. Lakin xadimləri bədcinsli tamam, həmişə avara, nəbək bəhəram. İndi bu sözlərin mənasını mən sizə açım. Xadim burada nədir? Xidmətçi mənasındadır. Yəni ona xidmət edənlər mənasındadır. Bədcins də pis xasiyyətli mənasındadır. Xasiyyətli. Yəni pis xasiyyətlidir. Deyir onun xidmətçiləri, ona xidmət edənlər pis xasiyyətli idi. Həmişə avaraydılar və nəbək bəhəram isə o deməkdir ki, bunu da belə yadında saxlayın ki, nemətə xəyanət edən insan. Xəyanət edən insan. Yəni bunlar heç də şaha sadiq insanlar deyildi. Həmişə nemətə xəyanət edən insandır. Burada da nemətə xəyanət edən nəyə işlədilib? Çünki şah bu Həsəni xadimlərə tapşırır ki, bundan göz qulaq olun. Amma onlar nə edirlər? İndi gəlin baxaq. Nə xalq, nə dövlət düşürdü yada, bir qızıl gümüşdü məqsəd dünyada. Aha, nə xalq yadlarına düşürdü, nə də dövlət yadlarına düşürdü. Bir qızıl gümüş idi məqsəd. Yəni tamahkarlıqları üstün gəlir yəni bunlara. O uca qapıda çox alçaqdılar, xidmətə daim zalim, cəfakar. Cəfakar sözünün mənası nədir? Əziyyət çəkən mənasındaydı. Yəni əziyyət verən, əziyyət çəkən mənası. Xidmətə daim zalim idilər yəni. Sonra bizə nə deyir? Belə alçaqların əlində ikən gör necə bəlaya rast gəldi Həsən. Aha, Həsənə artıq, o deyir ki, artıq tamah baş yarar. Həsən əslində onu aparıb əhli əyala yezdirsəydi və yaxud da aparıb dostuna ərmağan eləsəydi və yaxud da satsaydı heç başına belə bir şeylər gəlməyəcəkdi. Amma şahın sarayında görün nələr olur, nələr. Deyir, belə alçaqların əlində ikən gör necə bəlaya rast gəldi Həsən. Saxlayıb müxtəlif evlərdə miskin, evindən saldılar onu didərgim. Burada miskin, zavallı mənasındadır. Zavallı, gücsüz mənasındadır. Yəni yazıq mənasında. Yazıq, hətta çarəsiz. Çarəsiz mənasında da deyə bilərik yəni. Müxtəlif evlərdə saxlayırlar bu miskini, bu yazığı zavallını, evindən onu didərgin salırlar. Demək bu hansı ki xadimlər, xidmətçilər. Yorulub belə işdən o nəhayət zindana salaraq oldular rahat. Yəni belə işdən özləri də yorulurlar ki, gah o evdə saxlasın, gah bu evdə didərgin saxlasınlar. Zindana salırlar, olurlar rahat. Demək bundan sonra rahat olurlar. Rahat da rahat mənasındadır. Həsən o binava, o yazıq Həsən, binava da burada yəni çarəsiz mənasındadır yenə də. Çarəsiz. Binavanın kasıb yoxsul mənası da var uşaqlar. Həsən o binava, o yazıq Həsən sonsuz əzab çəkdi qəlbində şivən. Yəni artıq peşman olur etdiyi əməldən ki, mən niyə bura gəldim? Ah, nalə eləyir. Gün keçdi, ay keçdi, gəldi hökmdar. Demək bu uzun müddətli bir şey idi də. Ay keçir, gün keçir, hökmdar gəlir. Bu səfər uzun müddətli idi. Həsənin halından olub xəbərdar. Artıq xəbər tutur ki, Həsənin başına nələr gəlib. Əmr etdi hüzura gəlsin o bağban, təəssüf eləyib bu işə sultan. Əmr eləyir ki, bağbanı, yəni Həsəni, Həsən
hüzuruma gəlsin. Təəssüf eləyir ki, bu işə. Sultan da şah mənasındadır burada ki, təəssüflənir. İndi görək bunun o xidmətçiləri cəzalandırmaq kimi bir niyyəti olurmu, olmurmu? Artıq o biz müəyyənləşdirəcəyik növbəti beytlərdə. Hökm etdi, açsınlar ta xəzinəni, salsınlar oraya təkcə Həsəni. Aha, burada sultanın hökm etdiyi odur ki, bir tək yalnız Həsən girsin xəzinəyə, xəzinənin qapısını ona açsınlar. Könlü nə istəsə götürsün dövlət, bəlkə yaddan çıxar çəkdiyi zillət. Aha, burada hökmdar Həsənin könlünü şad etmək istəyir. Bax, bu hissəyə diqqət eləyin. Həsənin könlünü şad etmək istəyir. Şad edir demir ya, şad etmək istəyir. Və girdi xəzinəyə tək tənha Həsən, heyrətə düşdü o xəzinədən. Bax, bura qədər görürük ki, heç o xidmətçiləri cəzalandırmır, yəni sadəcə təəssüf eləyir, yəni. Və xəzinəyə girən, tək tənha girən Həsən də heyrətə düşür o xəzinədən. Heyrətə düşməyinin səbəbi də yəni çox olmağıdır. Bircə şey alsaydı ömrünə bəsdi, lakin daş qaşlardan tamahı kəsdi. Yəni ümumiyyətlə bircə şey alsaydı deyir ki, onun ömrünə bəs eləyəcəkdi o ki, o daş qaşlardan tamahını kəsir və daş qaş götürmək fikrindən əl çəkir. Halbuki saraya gəlmə fikri elə o idi. Götürdü iki şey ancaq oradan, biri balta idi, biri də Quran. Demək, nə götürür uşaqlar? Bir balta götürür, bir də Quran götürür oradan. Heç bir daş qaşa, cəh-cəlala əlini vurmur. Bu xəbər çatdıqca şaha qaldı mat, çağırıb danladı, etdi iltifat. İndi gəlin görək iltifat nə deməkdir burada? İltifat əslində diqqət mənasındadır, qayğı mənasındadır. Diqqət, qayğı. Aha, danlayır. Burada indi demək o mənaya gəlir ki, bu danlaq bəd bir danlaq deyildi. Yəni danlayır ki, mən səni o boyda xəzinəyə salmışam. Sən oradan niyə bir şey götürmürsən ki, bir balta ilə bir Quranı götürüb çıxmısan oradan? Və iltifat da, qayğıda etdiyi iltifat o mənaya gəlir ki, yəni qayğısına qalır ki, mən axı səni saldım ora, özünə lazım olan, həyatını gözəlləşdirə biləcək cah-cəlaldan nə isə götür özün üçün. Dedi, ey divanə, bu fürsət birdə əlinə düşərmi sənin ömründə? Baxın, burada divanə burada nə deməkdir? Divanə əvvəlki Abbasqulu Ağa Bakıxanovun Hikmətin Fəziləti əsərində də düşmüşdür uşaqlar divanə sözü. Dəli ağlını itirmiş mənasındadır. Dəli ağlını itirmiş mənasındadır. Ki, deyir, bu fürsət bir də sənin əlinə düşər, heç sənin ömründə bir dəfə olur bu. Sonralar bu işdən olsan peşiman, bir fayda gətirməz bu sənə inan. Yəni, deyirsən, sonradan peşman olsan da, bu sənə fayda gətirməyəcək. Olan olacaq, yəni, ondan sonra da peşman olacaqsan. Fürsəti itirməz ağıllılar bil, qayıt xəzinəyə gözlərini sil. Burada fürsəti deyir ki, ağıllılar fürsəti itirmirlər, ondan faydalanırlar. Sən də xəzinəyə qayıt, gözlərini sil. Gözlərini sil, gör günə ki, gör sənə nə qədər ayağının altına mən xəzinə sərmişəm. Heç olmuyor özünə yetən qədəri oradan götür. Yəni, sənin gözlərin bağlanıb da, belə görürəm mən, onu demək istəyir. Qiymətdə ən böyük bir cəvahir al, gedib öz dərdin əlacına qal. Yenə də buradan da məlum olur ki, bir cəvahir almağını istəyir. Cəvahir də burada daş-qaş mənasındadır. Daş-qaş, qiymətli. Özdə qiymətli daş-qaş mənasındadır. Ki, öz dərdin əlacına qal. Şaha təzim edib söylədi Həsən. Aha, görün Həsən nə söyləyir? Bunlardan özgə şey istəmirəm mən. Artıq burada net şəkildə deyir ki, kəskin şəkildə deyir ki, mən bunlardan başqa bir şey istəmirəm. Mənə bir balta lazımdır, bir də Quran. İndi görək nəyə lazımdır. Balta ilə kəsərəm ağacı əvvəl ki, odur gətirən başıma əngəl. Ki, o həmin ki, balta ilə alma ağacını kəsməyi nəzərdə tutur ki, həmin ağac idi mənim başıma oyun gətirən. Da mən neynirəm o ağacı? O ağacı da kim vermişdi ona? Bax, burada qeyd elədim mən sizin üçün onu ki, xeyirxah bir qərib vermişdi onu. Aha, gəlin indi baxaq ardına. Deyirəm, and içsin nəslim Qurana. Quran da onun üçün istəyir ki, yazıq. Deyir ki, ümid bağlanmasın heç bir sultana. Aha, burada artıq sultana biz sultandan narazı olduğunu görürük. Onun ki, yəni sən çıxıb getdin, amma mənim halımdan bixəbər oldun. Yəni xəbərdar olmadın. Yəni deyir ki, mən balta ilə ağacı kəsəcəm, Qurana da mənim əslim nəslim and içsin ki, heç bir kəs sultana, mənim əslimdən nəslimdən olan heç bir kəs ümidini sultana bağlamasın. Nə arzu etmişdim, nə oldu nəhayət, qoy onlar halımdan alsınlar ibrət. İbrət sözü görürsünüz burada. Göyrəkdə verilmişdi, dərs çıxarma mənasındadır. Çıxarma. Ki, yəni mən nə arzu etmişdim, nə arzu etmişdi uşaqlar? O arzu etmişdi ki, varlansın, xəyala dalırdı da, min cür xəyal qururdu özün üçün. Amma nəhayətində nə oldu? Ki, onlar ibrət alsınlar mənim halımdan. Kim razı qalmasa
öz xoş halından varına qənaət etməyən insan. Yəni varına qənaət eləyən insan öz halından razı qalar. Kim əgər varına qənaət eləmirsə, öz halından razı qalmayacaq təbii ki. Tamahla, həsədlə yaşasa ancaq şadlığı dəyişib əzab olacaq. Əgər məni kimi deyir kim tamahla, həsədlə yaşayacaqsa, şadlığı dəyişib əzab olacaq ki, şadlığı dəyişib əzab olmaq nə idi? Əvvəlində qeyd elədim ki, sizin üçün o sadəcə əkini fikirləşirdi. Heç bir dərdi səri yox idi, amma indi əzab onu üstələmişdi. Özünü yəni misal göstərir də burada ki, tamahla yaşayanlar da gəlib şadlığı dəyişib məni kimi əzaba çevriləcək. Ey Qüdsə, sən də gəl bundan ibrət al, bu sonsuz arzunu bir hüduda sal. Ey Qüdsə, özünə şah deyirəm, əstəğfurullah. Demək, şair özünə burada demək, təxəllüsünü işlədərək müraciət eləyir. Adını işlətmir, təxəllüsünü işlədərək özünə müraciət eləyir və müraciətində deyir ki, sən də gəl bundan ibrət al, bu sonsuz arzunu bir hüduda sal. Yəni deyir ki, sən də əgər nələrsə, hüdudsuz arzular arzuluyursansa, o hüduda sal həmin arzularını və bu Həsənin halından, bu bağbanın halından bir ibrət al. Özünə bir nəsihət var burada. Nəsihət. Gəl etmə bu mənsəb cəlala nəzər. Mənsəb nədir uşaqlar? Mənsəb əslində vəzifə, yüksək vəzifə mənasındadır. Yüksək vəzifə. Cəlal da burada əzəmət, ucalıq mənasındadır. Əzəmət, ucalıq mənasındadır. Yəni deyir ki, sən də mənsəbə, cəlala, şana, şöhrətə uyma. Kim çatdı arzuya sonuna qədər? Kim çatdı ki sonuna qədər yəni bu arzulara? Heç bağban da çatmadı. Sən niyə arzulayasan yəni? Belə tamahkarlıq nəyə gərəkdir? Səadət əlinə düşməyəcəkdir. Yəni belə tamahkarlığı gərəksiz adlandırır. Gərəksiz adlandırır. Deyir ki, nəyə gərəkdir yəni? Səadət, yəni sən tamahkar olmaqla səadət, yəni firavanlıq, xoşbəxtlik səni gəlib tapmaz. Yəni görürsünüz, bundan sonrası artıq nəsihət xarakterini daşıyır. Özünə nə lazım bu zülmü sitəm? Çox pay istəyənə ruzi olar kəm. Burada sitəm sözü əslində zülm mənasındadır. Haqsızlıq mənasındadır ki, yəni bu zülmü özünə niyə rəva bilərsən ki, çox pay istəyənə ruzi. Yəni ruzi də burada yenə də qismət. Qismət bu bilsiz nə qismətidir? Dolanışıq üçün, o gündəlik dolanışıq üçün olan qismət çox pay istəyənə ruzi olar kəm. Kəm olar, yəni ondan qaçar mənasındadır. Yəni yəqin ki eşitmisiniz belə bir atalar sözü var ki, deyir ki, çox istəyən azdan da olar. Bax bu atalar sözü elə burada yerinə düşür. Üzünə məcazi olan bu dastan həqiqət qapısı açsın hər zaman. Burada üzünə məcazi olan həqiqi olmayan mənasındadır da. Həqiqi olmayan. Yəni köçürmə mənasında olan bu dastan həqiqət qapısını açsın hər zaman. Həsən bir ruh idi. Ruh mənasında burada insanın mənəvi varlığı mənasında nəzərdə tutur. İnsanın mənəvi varlığı mənasındaydı. Ağac da xislət. Xislət burada xarakter. Xarakter. Yəni insanın fitri xüsusiyyəti və yaxud da təbiət mənasında da işlənir yəni. Ağac deyir bir ruh idi, insanın mənəvi varlığı idi. Daha doğrusu Həsən bir ruh idi, ağac da xislət, təbiət idi. Qəribə bar verər üzə gülsə bəxt. Bax, üzə güləndə deyir, qəribə bar verər bəxtdə. Yəni gülməz elə bir anda gülər ki, yəni o da qəribə bir bar verər. Yəni bu qəribə barı da bilsiz nə ilə adlandırır? Hansı ki şah ona deyir ki, gir xəzinədən nə istəyirsən götür. Bu qəribə bir təklif idi də. Yəni təsəvvür edin ki, şah insana deyir ki, gir nə qədər istəyirsən buradan cah-cəlal götür özün üçün. Yəni burada bu oxşatma var. Sonra bu bar sənə məğrurluq verər, qəflət zindanına çəkib gətirər. Sonra deyir ki, bu bar sənə məğrurluq verər. Məğrurluq yəni özünü bəyənmişlik mənasındadır burada. Qəflət zindanına çəkib gətirər. Yəni səni bir quyunun içərisinə salar, bir necə deyim çökəkliyə salar. Yəni ayağın düşər büdrəyərsən o mənada. Yoxsulu sınayan xəzinəni atsan, xislətin ağacı kəsilər asan. Burada deyir ki, yoxsulu sınayan xəzinəni atsan ki, hər kəsin o yoxsulun da qabağına bir şans çıxır da. Deyir ki, onu atsan, o insanın içərisində o tamahkarlığı filan, həmin xislətin ağacı kəsilər asan. Həmin o xislətin ki, o xarakterin ki, o pis xarakter ortaya çıxır, o da həmin ağac kəsilər. Qurana and etsən, dilşad olarsan. Dilşad burada şad, sevincli mənasındadır.
sevincli olarsan, qulluq həlqəsindən azad olarsan. Yəni kiməsə boyun əyməzsən, qulluq həlqəsindən azad olarsan. Burada da bir nəsihət görürük. Ümidvaram ki, mətn sizə asan oldu. Öyrənmək deməyək, məzmunu anlamaq sizə asan oldu. Burada görürsüz ki, sizə sözlər vermişdi. Həmin sözləri mətnin içərisində hamısını mən qeyd eləmişəm sizin üçün ki, hansı məna daşıyır. Onlar da özünüz üçün qeyd eləyəndən sonra və məzmunu bir də oxuyandan sonra təbii ki, bu yəni izah sizə aydın olacaq. Ondan da əlavə, əgər burada bir əziyyət var, həmin əziyyəti qiymətləndirmək istəyirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, paylaşmağı unutmayaq ki, daha çox insan videodan faydalansın. Sağ olun, sağlıqla qalın.